Mən Səyyad Mehdiyev 1976-cı ildə Zərdab rayonunun Məmməd Qasımlı kəndində anadan olmuşam. Kənd orta məktəbində təhsil aldım. 94-cü ildə rayon komissarlığı tərəfindən hərbi xidmətə çağırıldım. Bakı şəhərində ümumi hərbi təlim keçdikdən sonra Qarabağa göndərirdim. 161 saylı hərbi hissənin tərkibində Ağdam rayonunda hərbi xidmətimi davam etdirdim. 1994-cü ilin may ayında atəşkəs müqaviləsi bağlansa da hissəmiz strateji əhəmiyyət kəsb etməyən toqquşmalarda iştirak edirdi. Ağdamın Mərzili kəndi istiqamətində də toqquşmalar olurdu. Mərzili kəndi 93-cü ilin iyun ayında ermənilər tərəfindən işğal olunmuşdur. Lakin buna baxmayaraq bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdik. 95-ci ilin may ayında Mərzili istiqamətində növbəti döyüş tapşırığını yerinə yetirməyə yollandıq. Düşmən kənd ətrafında minalar bastırmışdı. Mina partlayışı nəticəsində yaralandım və ayın 8-də torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucaldım.